Günlərdə oldu da ad günü olub Şəbnəm Tovuzun. Ailəm dəydi bir-birinə. Nə bilim kim kimi tanımırdı orada. Bir xanım var, jurnalist xanımı, Şəfəq Ağacan. Həmişə ailəm bir-birinə qarışanda deyir tort-torta qarışmışdı. Şəbnəm Tovuzunun da ad günündə tort-torta qarışmışdı. Hamı bir-birinə qarışmışdı. Kim kimdir, neçədir, inciyən, küsənlər, nə bilim dediyi, qodu var. O etdilər, hamısı etdilər və açıqlama verir Şəbnəm Tovuzlu. Şəbnəm Tovuzlu keçirdiyi Böyük Ad Günü məclisində yığdığı pulun məbləğini açıqlayıb. Təbii ki, mən istinad edirəm Axşam.az-a. O da rəngarəng verilişinə istinad edir. Şəbnəm 173 min pul yığdığını deyib. Heç vaxt ad günü etməmişəm. Ən çox yazdıran 10 min manat olub. Sənət dostumdan 2000-3000 manat yazdıran da olub. Ən çox Tacir Şəhmaloğlu, Ədalət Şükürov, Könül Kərimova çox pul yazdırıb. Məclisin cəmi 60 minə yaxın. Yəni belə dəyəri olub da pul xərcləmişəm 60 min manat. Təbii ki, az indi. Şəbnəm xanımın maraqlıdır, hansı dostunuzdur? 10 min manat. Nəmər verib, yəni yazdırıb ora. Maraqlıdır. 73 min manat pul toplayıb Şəbnəm Tovuzlu. İndi müğənnilər hamı başlayacaq doğum günü qeyd etməyə, keçirməyə. Ay, Şəbnəm pul yığıb, biz də ad günümüzü, doğum günümüzü qeyd edək. Şəbnəm Tovuzlu 173 min pul yığıb bizdə. Əzizlərim, Şəbnəm Tovuzlu gedib yəqin hansısa doğum gününə 10 min, 5 min, 2 min, 3 min yazdırıb. Siz gedib 100 manat, 200 manat nəmər verirsiniz də. Belə deyim də, ad günündə düzünə nəmər sözü ifadəsi işlətməzlər, amma belə məsəl üçün. Yəni, nə qoyarsan aşına, o da çıxar qarşılığına.